Hər kəsə salam. Bugün ilk dəfə də YouTube üçün video çəkəcəm. Bu yəqin ki, mənim üçün uzun, sizin üçün qısa metrajlı bir video olacaq. Nəysə ki, ümid edirəm ümumilikdə sizin üçün faydalı olar. Bugünkü mövzumuz Mokapotdur. Mokapot nədir, nə işə yarayır, nə üçün istifadə olunur, bunlardan danışacağıq. Niyə məhz Mokapotdan başladım? Bunun səbəbi ümumilikdə kofe haqqında çox suallar gəlməyidir və bu videonu əsasən gecə yatmayıb işləyən və yaxud imtahana hazırlaşan tələbələr və s. üçün, yəni espressoya güclü bir kofe ehtiyacı olan insanlar üçün çəkirəm. Belə deyək, Mokapot nədir? Mokapot İtalyan espresso potu da olaraq keçir. Espresso ilə bunların aralarında necə bir fərq var? Espressoya bu qədər dadı oxşardırsa, niyə bunların birinin adı Mokapotdur, birinin adı espresso maşını? Espresso maşınlarına nisbətən daha yığcamdır. Espresso maşınları da Mokapotlardır. Hər ikisi qaynama üsulu ilə kofeni dəmləyirlər, təzyiq üsulu ilə kofeni dəmləyirlər. Gəlin bu balaca canavarın biraz tarixi haqqında danışaq. De Ponti tərəfindən 1930-da kəşf olunur. Alfonso Bialetti tərəfindən 33-cü ildə artıq formalaşdırılır və yaygınlaşır, belə deyək. Hardasa hər bir İtalyanın demək olar evində tapıla bilən bir şeydir. Çünki elə adı üstündə İtalyan üsulu kofe dəmləmə potudur və espressoya nisbətən daha yüngül dadları və aromatik dadları var. Niyə espressodan yox, kofe maşını barədə yox, ilk Mokapotdan başladım? Çünki bunun yaxşı tərəfləri mənə görə daha çoxdur. Hər insanın evində kofe maşını olmaya bilir günümüzdə və yaxud da buna ayıracaq bir vəsaiti olmaya bilir. Onun üçün daha yığcam və daha keyfiyyətli bir kofe ala bilmək üçün Mokapotu tövsiyə edirəm. Bu aparatı hardasa 14-16 manat aralığında tam belə bir şeydi, yadımda deyil. Yellow Home-dan almışdım, səhv eləmirəmsə. Əsas məsələ onun keyfiyyətidir. Başlayaq hissələrindən. Mokapotun hissələri 3 yerə bölünür təbii ki. Bu gördüyünüz hissə su xəzinəsidir. Bura suyu doldururuq. Bu kofe basketidir. Üyüdülmüş kofeni bura əlavə edirik. Hardasa 20-25 dəyişir. 30 qram aralığında. Bu son 3-cü hissə kofenin yığıldığı hissə deyilir. Burada dəmlənir, qalxır və ətrafında yığılır. Əslində proses olaraq mən bunu daha çox bir vulkana bənzədirəm. Hansı ki, vulkan da yığılır və partlayır. Mən barista işlədiyim və özüm də bu tip şeylərə maraqlı olduğum üçün kofeni həm özüm alıram, həm də özüm üyüdürəm. Çünki əslində belə daha yaxşı və daha aromatik bir kofe əldə etmək mümkündür. Amma sizə və yaxud da ilk başlayanlara məsləhət görürəm ki, bunun üçün vəsaiti olmayanlara məsləhət görürəm ki, lavazza və yaxud da üyüdülmüş kofelər alasınız. Hansı ki, sırf onun arxasında qeyd olunur. Bu French press üçündür, bu Mokapot üçündür, bu espresso maşını üçündür və yaxud da sadəcə qaşıqla əlavə edib dəmləmək üçündür. Bu tip. Çünki əks təqdirdə kofe alarsınız, üyüdücü alarsınız, buna vəsaitiniz olar. Amma kofeni düzgün dərəcədə üyütmədiyinizdə siz yaxşı bir dad almaq ehtimalınız çox aşağıdır. Çünki bunun səbəblərindən biri çox incə üyüdürsə, kofe ilə çox təmasda qalacaq və su çox yavaş-yavaş keçəcək kofedən. Bu da kofenin yanmağına, acı dadlar gəlməyinə, yəni çox pis dadlar əldə olunmağına səbəb olur. Kofenin olması olandan geniş üyüdəndə isə, yəni böyük dənəciklər halında üyüdəndə isə, onda su birbaşa qaynayacaq və kofe ilə az təmasda olacaq, çox su, yüngül bir kofe alınacaq. Yəni olması gərəkəndən daha yüngül bir kofe əldə edəcəksiniz. Bu da təbii ki, məsləhət görülən bir şey deyil. Normal proses necə olmalıdır? Altın ocaqdan açırıq, su qaynayır, burada kofeni dəmləyir və ən sonunda dəmləyə gəlir, çıxardır. Burada kofeni toplayır kənarlarında. Açığı bilmirəm, dedim ya yox, lavazza məsləhət görərdim. Lavazza və yaxud da digər markaların üyüdülmüş kofelərindən alıb başlayasınız. Beləcə daha çox həmin dənəciklərə baxa-baxa onların ölçüsünü anlaya-anlaya. Bu sayədə yavaş-yavaş həm kofe alıb, həm üyüdüb, həm də dəmləyə bilərsiniz. Üyütdüyümüz kofeni açdıq. Mənim üyüdücümdə hardasa 27-28 aralığı bir şey olur. Bu dəyişə bilir təbii ki, üyüdücüdən üyüdücüyə. Baxır onun göstəriciləri nə? Kofeni boşaldırıq. Hoppa. Suyunu hardasa bu gördüyünüz nöqtə, çəkirdəyi kimi doldursaz kifayət. Və mütləq isti su olmağına diqqət edin. Ən sonunda bunu qoyuruq.
və üstündən bağlayırıq. Xoş dəmləmələr. Bir qaynama səsi eşidəndə artıq o deməkdir ki, dəmləmə prosesimiz başlayıb. İlk növbədə belə yavaş-yavaş axır. Üstü gördüyünüz kimi kremalıdır və çox gözəl aroması var. Xıntı belə sürətlənəndə isə o deməkdir ki, prosesi bitib. Ağzını bağlayıb ocaqdan götürürük. Əgər bunu tək özünüz içmirsinizsə, 2-3 nəfər üçün dəmləmişsinizsə, bunu qaşıqla qarışdırmağınız çox faydalıdır. Məndəkinin ölçüsü də 1 yox, 3 nəfərlik olduğu üçün hər dəfə bu cür dəmləyirəm. Və bəli, nəhayət də mokapotumuz hazırdır. İndi qalır bunu içmək. Yavaşca süzürük espresso tərzində. Çox qəşəng alınır, çox kıvamlı alınır. Все. Bu da bizim mokapot. Aromatik, ətirli bir iyi var. Espressoya nisbətən gövdəsi daha boşdur və daha yüngüldür. Amma yaxşıdır, ayıldır. Mən özüm də axşamlar imtahanlara hazırlaşanda, yəni universitet oxuduğum vaxtlar bundan istifadə edirdim. Demək olar bütün gecəni ayıq qalırdım. Düzdür, mənim bədənim artıq espressoya öyrəşib baxmayaraq ki, yəni bir dənə bu mənə bəs eləmir, təəssüf ki, bir neçə dənə içirəm. Amma yaxşıdır. Bugünlük bu qədər. Ümid edirəm məlumatlandırıcı bir video çəkə bildim və işinizə yarayacaq. Əminəm ki, yenə də hər hansı bir suallarınız olacaq. Çünki bəzən insanlar gördükləri hər şeyi incə ayrıntısına kimi izah eləsən belə onu anlamaya bilirlər. Hər hansı bir sualınız olsa çalışaram kömək edeyim. Təşəkkürlər. Sağ olun.